Milli Hidrometeorologiya Xidməti 16 iyun tarixi üçün hava haqqında məlumatı diqqətinizə çatdırır. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Qeyd olunur ki, yarımadanın bəzi yerlərində qısa müddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal edilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-21 dərəcə isti, gündüz isə 23-26 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli, intensiv və güclü olacağı, dolu düşəcəyi və yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi ehtimal olunur. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq, mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20 dərəcə isti, gündüz isə 23-28 dərəcə isti olacaq. Dağlarda gecə 6-10 dərəcə isti, gündüz isə 10-15 dərəcə isti olacağı proqnozlaşdırılır.